Ərəb cahiliyyət dövrü ən acınacaqlı dövrlərdən biri olub. Bu dövrdə baş verən bir hadisəni siz əzizlərin xidmətinə çatdırmaq istəyərdim. Günlərin bir günü əziz İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin huzuruna bir ərəb gəlir. Peyğəmbərə bu cür buyurur: Ya Rəsulallah, mən elə bir günah etmişəm ki, Allah mənim etdiyim bu günahı heç vaxtı məndən bağışlamaz. Peyğəmbər bu sözü eşidəndən sonra çox təəccüb eləyir. Deyir, sən nə günah etmisən ki, belə Allah onu bağışlamaz. Halbuki Allah Ərhəmər Rahimindir. Allah günahları bağışlayandır, əff edəndir. Deyir, ya Rasulallah, mən ticarət işi ilə məşğul idim. Yoldaşım hamilə qalan dövrdə öz yaşadığım yeri ticarət işinə görə tərk etməli oldum. Uzaq bir səfər etdim. 2 ildən sonra qaydanda evə daxil olduğum zaman evimdə 2 yaşında bir balaca qız uşağı gördüm. Bu qız uşağını görən zaman mən çox narahat oldum. Mən özümə dedim ki, aya görəsən bu qız uşağı mənim övladımdırmı? Yoldaşım hamilə idi, mən evdən çıxmışdım. Üstündən 2 il keçib, olmaya bu qız uşağı mənim övladım olsun. Yoxsa mən cəmaatın içərisinə necə çıxacam? Cəmaatın üzünə necə baxacam? Bu dövrlərdə qız uşağı olan bir valideynə insanlar, həmin o cahil ərəblər pis baxırdılar. Həmin insanı məsxərə edirdilər. Halbuki o oğlan övladını, bir kişini dünyaya gətirən də anadır, bir qadındır. Onlar o qədər cahil idilər ki, məsələnin keyfiyyətinə vara bilmirdilər, təfəkkür edə bilmirdilər. Xülasə deyir, mən yoldaşıma bunu sual etdim ki, bu uşaq kimin uşağıdır? Bir halda ki, öz ürəyimdə şəkkim var idi ki, şək edirdim ki, bu mənim övladım ola bilər. Amma yenə də sual verirdim ki, görəsən yoldaşım mənə nə deyər? Bir yoldaşım mənə qayıtdı, dedi ki, bu qonşunun uşağıdır. Onu gətirib 2 saatlıq evimizdə qoyub, öz işlərinin dalıyca gedib. Amma narahat olma, gəlib uşağı buradan götürəcək. Amma deyir, mən yenə də buna inanmırdım. Çünki yoldaşımın əllərinin əsməyi, onun danışığında, danışıq tonunun titrəyərək o sözü mənə deməsi məndə daha da şək şübhə yaratdı. Deyir, gözlədim ta o zamana kimi ki, gördüm heç bir şəxs gəlib bizim qapımızı döymədi. Mən onda həqiqətə vardım ki, bu qız uşağı mənim övladımdır. Amma deyir, ya Rəsulallah, mən həmin gecə elə bir günah iş gördüm. Mən həmin gecə elə bir isyan etdim Allaha qarşı ki, Allah mənim günahımı bağışlamaz. Deyir, gördüm bu qız uşağı yatıb, anasını qucaqlayıb, gəldim onun əlindən tutub, o səhralıqda onu sürükləyə-sürükləyə apardım uzaq bir yerə. Deyir, amma mən onun üzünə baxırdım, o mənə baxıb təbəssüm edirdi, gülürdü. Deyir, başladım onun üçün qəbir qazmağa. Mən onun üçün qəbir qazanda, deyir, o da öz balaca əlləri ilə başladı mənə kömək etməyə. O da başladı mənim elədiyimi təkrar etməyə. Deyir, yenə də mənim qəlbim yumşalmadı, yenə də ona rəhm etmədim. Deyir, o zaman oldu, qəbri qazıb qutarandan sonra
onu tutub qəbrə salanda o başladı əl ayaq çalmağa. Deyir, bu zaman o səhranın tozu mənim surətimə yapışdı. Amma o öz balaca əlləri ilə mənim üzümdəki olan o tozu təmizləyirdi. Deyir, mən yenə də rəhm etmədim, yenə də bağışlamadım. Buna baxmayaraq onu həmin gecə diri-diri qəbrə bastırdı. Bu zaman Həzrəti Peyğəmbərin gözlərindən göz yaşı tökülməyə başlayır. Peyğəmbər başlayır hönkürtü ilə ağlamağa. Peyğəmbər həmin bu ərəbə deyir ki, sən nə günah bir iş görmüsən, sən elə bir günah iş görmüsən ki, Allah səni bu günahına görə necə bağışlasın, necə əff etsin.